Salam əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri. Biz davam edirik Dövlət İmtahan Mərkəzinin hazırladığı 20 sınaq vəsaitinin sınaq nömrə 6-cı sınağın izahı ilə, daha doğrusu 6-cı sınağın izahı ilə bir saniyə. Sınaq 6 bizdə nədir? Alqoritmlər bölməsidir. Mövzumuz alqoritmlər. Bildiyiniz kimi qəbulun da əsas məsələlərindəndir. Qəbul suallarının çoxluq təşkil etdiyi hissələrdəndir. Proqramlaşdırmadan sonra ən çox sual düşən sahə budur. Yəni mövzu olaraq alqoritmləri daha dərindən bilməkdə fayda var. Həm 6 ballıq belə götürəndə açıq həll tələb edən sualları, yəni bu bölmədən düşür, bu mövzudan düşür. Eyni zamanda da sual sayı da çoxluq təşkil edir digər bölmələrə baxanda. Diqqətlə baxırıq biz. Bir-bir sualların izahını paylaşacağım. Bəzi məqamları qeyd edəcəm. Diqqətli olun. Qeyd etdiyim məqamları qeyd kimi nə deyirlər, belə qeydə alın, incə-incə düşünün, bir daha həll edin özünüz. Əgər orada nəyisə aydın olmasa, çalışın. Şərhlərdə qeyd edin, mən çalışaram onunla bağlı bir videoda çəkim sizlər üçün. Əslində bu 6-cı bölməni artıq bu gündən neçə gündür çəkim dediyim halda çəkib çıxmaq olmur. Həqiqətən vaxt tapmaq olmur. Sınavlar, imtahanlar, həqiqətən. Amma sizi də düşünürəm, əziz abituriyentlər, əziz müəllimlər. Başlayaq alqoritmlər mövzusunun ilk mövzusundan, belə deyək, sualımız belədir. Bir saniyə qələmi də aktivləşdirək. Alqoritmin xassəsi deyil, sadə sualdır. Xassələrimizi xatırlayaq. 4 dənə alqoritmin xassəsi var idi. Hansı xassələrimiz idi? Nəticəlilik xassədir, kütləvilik xassədir, müəyyənlik xassədir, diskretlik xassədir, adekvatlıq isə informasiyanın xassəsi olduğuna görə alqoritmin xassəsi deyil. Alqoritmin növünə aid deyil, aid deyil. Deməli, növlərin yadımıza salaq, xətti, dövrü, budaqlanan. Bunlar aid olanlardır. Aid deyili soruşursa bizdən olacaq 1, 3, 6. 1, 3, 6, Y variantı doğru olmuş olacaq. Üçüncü sual, alqoritmin kütləvilik xassəsi və qeyd edeyim istədiyim ki, xassələrin məqsəd vəzifələrini dəqiq yadda saxlayın. Alqoritm müəyyən sinifdən olan bütün, yəni əslində belə deyil bu, o sinifdən olan bütün məsələlərin həlli elə həll olunur. Belə deyil, S bərabərdir V vurulsun T düsturu ilə gedilən yolun tapılması, zamanın tapılması, sürətin tapılması, elə bu tip olan bütün məsələlər bu düsturla həll olunur. Burada kütləvilik xassəsi elə A variantıdır. Doğru cavabımız. Davam edək. Növbəti səhifədə olan sualların izahı ilə. Növbəti 4-cü sualımız belədir. Əslində 4 və 6-yı bu hissədə izah edib növbətiyə keçəcəm. 4-cü sualımız belədir. Biz bilirik ki, bu növ alqoritmin xətti növünə aiddir. Sadəcə qiymətlərə baxırıq. A-nın ilkin dəyəri 3-dür. Yeni dəyər olacaq nə? 7. Artıq bu dəyər unudulacaq. Bilirik də biz alqoritmdə ardıcılığı. Daha sonra B-nin dəyəri 3 vurulsun 7, çıxılsın 5. 21, 21-dən 5 çıxanda 16. Düzdürmü? 16. B-nin dəyəri 16, A-nın dəyəri 7. Onda mənim yeni A-nın dəyəri olacaq 7 üstəgəl 16 bərabərdir 23-ə. A-nın buradakı dəyərini unuduruq. Burada davam edirik. B bərabərdir 2 vurulsun B, yəni 16 minus A. A neçədir? 23. Bu da bərabərdir 32 minus 23. 32-dən 23 çıxanda edir 9. 9 da olur doğru cavab C variantı. 4-də doğru cavabımız oldu C variantı. Davam edək 6-cı test nümunəsi ilə. 6-cı test nümunəsində də dövrü alqoritmdir. Deyir, X dəyişəninin qiyməti nə olacaq? X-in ilkin qiyməti birinci halda burada yazıram. X bərabərdir 10, Y bərabərdir 20. Şərti yoxlayıram. Nə zamana qədər X kiçik bərabərdir Y şərti. Yəni 10 kiçik bərabərdirmi? 20-də. Hə, onda X-i artırıram. X-imin yeni qiyməti olur 15. Y-imin yeni qiyməti olur nə? 23. 23. Yenidən dövrə qayıdıram. Mənim yeni qiymətlərim, baxın, bulardır. Artıq ikinci dəfə dövrdə X-in 15, belə götürək də, 15
kiçik bərabərdirmi 23-dən? Hə, onda x-in yeni qiyməti olacaq 20, y-in yeni qiyməti olacaq 26. İndi gedirəm 3-cü dəfə dövrə. 20 kiçik bərabərdirmi 26-dan? Bəli. X-in yeni qiyməti olacaq 25, y-in yeni qiyməti olacaq 29. İndi yenə yoxlayıram. 25 kiçik bərabərdirmi 29-dan? Bəli. X-in qiyməti olacaq 30, y-in qiyməti olacaq üzərinə 3 gələndə 32. Yenə yoxlayıram. Yəni yazdım bura. 30 kiçik bərabərdirmi 32-dən? Bəli. Yeni x-im. X bərabərdir. X-dir bu. Bircə saniyə təmizləyə bu hissəni. X bərabərdir. 5 vahid artırıram. 35. Y bərabərdir. 32 35. İndi məndən soruşur ki, gəlirəm burada şərtimi yoxlayıram. 35 kiçik bərabərdirmi 35-dən? Bəli. Onda x-im olur 38. Deməli yox. 40. X-imin dəyəri olur. 40. 35 üzrə 5, 40. Y-in bərabər olur 38. İndi yoxlayıram. 40 kiçik bərabərdirmi 38-dən? Yox. Yox qolu ilə çıxışa gedirəm. Yox. Bu hissədən. Onda x bərabərdir nəyə? X bərabərdir. X plus y-in cəminə. Yəni 40 plus 30-a. Bu da olacaq. 30 nə? 38-ə. Bu da olacaq 78. Doğru variantım olacaq nə? B variantı 78. Diqqətli olun. Alqoritmlərin ümumiyyətlə həllində, yazanda son dərəcə diqqətli olun. X-in yeni dəyərləri, yeni qiymətləri alanda qeyd edin, qeydlə yazaraq, ay şifahidir, belə yazsam daha tez həll eləyərəm. Və yaxud da yerinə qiymət qoymadan təyinatı taparam. Səhvlərə yol verməmək adına biraz diqqətlə çalışın. Deməli, burada ikinci sual, bircə saniyə səhifəni burada da yazaq, düşdü, yaxşı oldu. Beşinci sualımız nədir? Beşinci sualımızda deyir ki, 2, 4, 40-a qədər. Beşinci sualda əslində bu tiplərdən çox işləmişik də, yəni DİM-in test toplusunda, DİM-in öz vəsaitində və yaxud da indi Koderadan işləyirsinizsə, digər güvəndə, hər yerdə var. Baxırıq, P-nin birdir. Bir nə idi biz üçün? Bir ilkin qiymətdir. İlkin qiymət hasil olduğuna görə. Bu hasilə görə ilkin qiymət 1 daxillədir. 2-dən 2 arta gedəcək. 2 plus, belə deyək də, i plus 2 qiyməti var. Burada da vurmaq var. Və burada biz deməliyik ki, buna deyir, hansı şərti verməliyik? Biz birinci növbədə baxırıq, 40-ın özünü alır. Deməli, mənim burada şərtim i kiçik bərabərdir 40 şərtinə qədər davam edəcək. I kiçik bərabərdirmi 40? Bu da olacaq A variantı. Çünki 40-ın özünü alır, almalıdır, sonra çıxmalıdır çıxışa. 7-ci sual tapşırığımızda deməli, alqoritmin yerinə yetirilməsi nəticəsində, buradan davam edək, alqoritmin yerinə yetirilməsi nəticəsində deyir, y dəyişəninin qiyməti, y-in qiyməti 21-dir, x dəyişəninin ilkin qiymətini istəyir bizdən. Yaxşı. Y-in qiyməti yerinə qoyaq, bax burada. Buradan sırayla gedək, ya tənlik kimi həll edək. Baxaq, y burada nəyə bərabərdir? Bax, y-i burada yerinə qoyuram. Y nəyə bərabərdir? Y bərabərdir, x-in qiymətini nə yazaram? X minus 5 vurulsun 2. Düzdürmü? Y-in qiymətini yazdım. İndi gəlirəm burada. X-in qiymətini açaq. Biraz belə deyək də, bu qiymətə uyğun açaq, sadələşdirək. Y-in əvəzinə nə yazdıq? Y-in qiyməti nədir? Bax, budur, bu ifadədir. Əslində, bunu aça bilərik də biz burada rahatca. Yazaq 2x minus 10. Düzdürmü? Bu mənim y-in qiymətidir. Y-in qiymətini burada tətbiq eləsəm, 2 vurulsun 2x minus 10 minus x. Düzdürmü? X-in də qiyməti nədir? X-in əvəzinə yazacaq nə? X-in ilkin qiymətini. Bax, qiymətləri mənimsədirik. Burada gətiririk, bunun qiymətinə veririk. Burada gəlirik, bunun bu dəyəri mənimsədirik. Burada gəlirik, bunu x-a mənimsədirik. Yəni, dəyərləri yerində yazırıq. Yəni, biz bunu biraz daha sadələşdirsək, biraz buradan qayda. Burada nə baş verdi? Oldu. 4x minus 20 minus x plus 5. Düzdürmü? İndi gəlirəm, bu qiyməti də qoyduq yerinə. İndi gəlirik bu aşağı hissəyə. Burada nə verib bizə? 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 Burada nə verib bizə?
Bunu bu burada qalmır. Burada sadələşsə olacaq 3x minus 15. Düzdürmü? 3x minus 15. X-in dəyəri oldu 3x minus 15. Bax, bunun dəyəri, bax burada, oldu 3x minus 15. Bu bura aiddir, birbaşa. İndi y bərabərdir. Nəyə? Y-in qiymətini qoyacaq yerinə. Hər qiymətin öz qiymətində belə deyil. Y bərabərdir. Buradan bərabər işarəsi qoyaq, davam eləyək. 2 vurulsun. Y-in qiyməti nədir yuxarıda? Bax, bu qiymət Y-indir. Düzdürmü? 2x minus 10. Üstəyə gəl. X-in qiyməti nə oldu? X-in da qiyməti bu oldu. Biz demişdik də, əvvəlki qiymətlər unuduldu. Gəldi bu. Üstəyə gəl 3x minus 15. Onda bunu sadələşdirsək. Buradan da biz aldıq ki, buradan bərabər işarəsini keçid qoyaq. Buradan bərabərdir. Bizə nə deyir? Y-in sonda qiyməti 21-ə bərabərdir. Həll eləsək bunu 4x minus 20 plus 3x minus 15 bərabərdir 21-ə. Buradan da 7x bərabərdir 56-ya, x da bərabərdir 8-ə. Həqiqətən də yoxlaya bilərsiniz. X 8-dir. X-in qiyməti 8, digərləri gəlib axırda sonda Y-in qiyməti 21-i alır. Bu tip nümunələri də yerinə qoymaq qaydası ilə tapıb yazmaq daha doğru həllə gətirib çıxardacaq. İndi burada biraz X, Y məsələlərində son dərəcə diqqətli olun. Ümidvaram ki, bu tiplərdən artıq yetəri qədər işləmisiniz. Davam edirik. 8 və 9-cu test nümunəmizlə. 9 görünür, ona görə 8 hissəsindən davam edək. 8 nədənsə görünməyəcək, amma baxarıq bu hissədən. Deməli, 8-ci test nümunəmizdə nədir? N-in şərti, mən N-in şərtini burada yazacağım ekrana. Sonra ekranı aşağıya doğru çəkəcəm. Deməli, burada N vurulsun. N kiçikdir 1. Natural ədədi üçün alqoritm icrasından sonra hansı ifadənin qiyməti hesablanmış olacaq? Bu ekran boyu aşağıya çəkək. Başlanğıc N. Deməli, bu tip suallarda ümumiyyətlə məsləhətli budur ki, yerinə qiymət qoyulsun. Və ümumiyyətlə yerinə istənilən bir qiymət, 3, 2, nəysə belə bir, çalışın biraz da kiçik qiymətlər qoyun ki, rahat həllə gedib çıxa biləsiniz. Məsələn, N-in elə bir qiymət qoysuq N-ə. N məsələn olsun, N bərabərdir 4. Məsələn. N-in 4 qiymətində gəlirik. N-imiz 4-dür. Buradan 4. Gəlirik, i-miz nədir? 1. Şərti yoxlayırıq. 1 kiçik bərabərdirmi 4-dən? Bəli. S-im nə olur? Mən buradan davam edəcəm. S bərabərdir S, yəni 0. Üstə gəl. I nədir? 1. Bölünsün P. 1 bölünsün 1. S-imin qiyməti oldu bu. 1-i 1-ə böləndə 1, S-im oldu 1. Elə bunu belə də yaza bilərik əslində. Fərq eləməz. Və yaxud da ki, belə bir tamamlama aparaq. S bərabərdir 1. İndi burada bir dənə də məsələ var. Üstəgəl. İndi burada üstəgəl və ya çıx məsələsi biraz axırdakı şərt dəyişir. Baxın. S bərabər 1 oldu. Bax, belə qalsın, fərq yoxdur. İndi gəlirik burada, i-ni bir vahid artırdıq, i-miz oldu 2, düzdürmü? K-ım da burada 1'dir, K oldu mənfi 1. K oldu nə? K da oldu mənfi 1. Çünki 1 idi, oldu mənfi 1, dəyişdi. Gedirəm burada P-ni tapıram. P nəyə bərabərdir? P də bərabərdir. P neçədir? 1. Üstə gəl, 1. Üstə gəl. İ vurulsun K. İ neçə idi? İ'ni artırdım, oldu 2. Vurulsun. K da oldu mənfi 1. Mənfi 1. Bunu sadələşdirəndə 1. Çıx 2. Belə bir şey. Elə belə qalsın. 1 çıx 2. Qalxdı yuxarıya. İndi i'nin qiyməti 2-dir. İ'nin 2 qiymətində 2 kiçikdirmi 4-dən, kiçik bərabərdirmi 4-dən, yenə S-i yoxlayırıq. S-im nə olur? S-im bərabərdir. S-in bayaqçı qiyməti 1. Üstə gəl. 1 üstə gəl 1 yox. I bölünsün. İ'min qiyməti neçədir? 2. 2 bölünsün.
P'yə. P'm neçədir? 1 çıxılsın 2. P'yə böldüm. 1 çıxılsın 2. O yüzden mötərizənin içində yazaq ki, bunu niyə? Ardıcıl həll olunmasına bölmə əməlinə görə. Gəldim, S-i saxladım belə. İ'ni bir vahid artırdım. İ'nin yeni dəyəri oldu 3. İ'nin yeni dəyəri oldu 3. K'm da oldu nə? Mənfi 1 idi. Oldu nə? Müsbət 1. İndi gedirəm P'yə baxın. P bərabərdir. P bərabərdir. P'nin qiyməti neçədir? P'nin özü. Yəni 1 çıxılsın 2. Belə yazıram. 1 çıxılsın 2. İndi burada belə deyil. İ'nin qiyməti i3 üstəgəl 3 vurulsun i3'dür. Üstəgəl 3 vurulsun K'nın qiyməti. K oldu neçə? İndi müsbət 1'dir. İndi P'nin də qiyməti bu cür davam edir. Yəni bu sualın tam axırında belə variant hissəsində bir dənə ola bilər ki, hansısa göz yaxdaşı, göz belə deyək də, gözdən yayınır, axır ekranda axır hissəsi görünmür. Ona görə də bu hissələrdə diqqətli olmaq adına biraz da buradan dərs vəsaitin özünün ekranda görünmədiyini belə istifadə edəcəm. Deməli, P-nin və S-in qiyməti. S-imiz nədir? S-imiz deməli 1 üstəgəl S-in qiymətlərini yazaq da biz buradan. Burada üstəgəl idi. Deməli 1 üstəgəl burada alındı. Baxaq, burada yoxda S baba bu hissədən davam edir. Bircə saniyə. S-in qiymətləri budur. Burada rəngin biraz dəyişək. S-i belə bu hissədən mən S-i bax, S-in son dəyəri budur burada. İndi biz P-ni tapdıq. Düzdürmü? Yenidən dövrə gəldik. İndi bu dəfə davam edirik. İ'ni bir vahid artırdıq. Burada P'ni, İ'ni bir vahid artırmışıq. 3. 3'ü artırandan sonra bir saniye 2'ni artırmışam. 2'dir. 2 olanda K'nın minus. Elə bax burada indi baxla. S-in qiymətində indi P'ni tapdıq. S-in qiymətində 3 qiymətində, K'nın da 1 qiymətində. Baxın, S bərabərdir. İndi görün nə olacaq. S üstəgəl, S-im nədir? 1 üstəgəl 2 bölünsün. 1 çıxılsın 2. Düzdürmü? Üstəgəl. İ'm neçə idi? İ'min qiyməti. İ oldu 3. Bölünsün. P. P neçədir? Bunu biraz sadələşdirək. Əslində sadələşdirməsi də olar. Elə belə də yaza bilərik. 1 çıx 2 üstəgəl 3. Bax bu ifadə. Buradan nə alırıq? 1 çıx 2 üstəgəl 3. Davam edirik. Bu olur S-imizin yeni dəyəri. İ'ni bir vahid artırdım. İ oldu 4. K'nı müsbət idi olacaq K mənfi. K mənfi 1. Onda P'm nəyə bərabərdir? P'min yeni dəyəri alınacaq. P bərabərdir. P'nin dəyəri nədir? P. P'nin özünü yazıram. P'nin özü sonda hansı idi? 1 çıxılsın 2 üstəgəl 3 vurulsun. 3'e qədər P'nin dəyəridir. Vurulsun. 4. Bir saniyə üstə. Burada görünmür. Burada deməli P bərabərdir. P elə biləm vurmaqdır. Üstəgəl. İ vurulsun K'dır burada dəyər. Elə biləm ki, sizə vurmaqdır ona görə. Burada üstəgəl. İ'nin dəyəri 4 vurulsun. İndi mənfi K. Mənfi K. Bunu da sadələşdirsəm. 1 çıx 2 biz 4 vermişik də. Çıx 2 üstəgəl 3 çıx 4. Düzdürmü? 4. Burada da indi bizdə 4 qiymətidir. Deməli, baxın, burada bu yoxdur. Deməli, burada nə baş verəcəkdir? Burada belə bir şey. Onda S-ə baxın bir dənə. Bax, bu icra olundu, getdi bura, 4'ü yoxladı. İndi 5 yox. S-in qiymətini nə çıxartdı? Baxın, 4'dürsə. Aldı 1 üstəgəl 2 bölünsün. 1 çıx 2 üstəgəl. İndi 3 bölünsün. 1 çıx 2 üstəgəl 3 üstəgəl. Davam eləsəydi alınacaqdı bu bölünsün. Belə olacaqdı. Üstəgəl olmayacaqdı. Bu artıq mənfi K ilə davam eləyəcəkdi. 4 vurulsun. Bölünsün daha doğrusu. 4 bölünsün. 1 çıx 2 üstəgəl 3 çıx 4'ü.
Bu formada davam elətdirəcəkdir. Növbəti üstəgəl olacaqdır. Burada da n olduğuna görə n-in üstü. Ekranı biraz aşağıya sürüşdürsük. Doğru variant buradan görünəcək. Digər variantları ələsük. Biraz tam yuxarıya çəkəcəm. Aha, S-in qiymətlərindən, baxın bura. Bir çıxılsın, indi ikinciyə baxırıq. B variantı. Axı birincidə orada K-mız bizim müsbət 1 idi. İlkin başlanğıcda bizə K-nı 1 vermişdi. Bir də müsbət idi. Ona görə birinci üstəgəl olmalıdır. Bu ola bilməz, bu ola bilərdi, bu ola bilərdi, bu kökdən səhv idi. Davam edirik. 2. İndi baxın burada. 2 vurulsun mənfi K-dan davam edirdi axı. 1 minus 2. Baxırıq 1 minus 2 bir dənə A-da düz qalır. Bu səhv oldu, bu səhv oldu. Bir də bu qalır. Burada əslində, baxın səhv burada budur ki, hər dəfə axı bu artırdı. İ qədər idi axı, bu i idi. Bu artıq olacaq 3, bu artıq olacaq n. Ona görə də bu da deyil. Doğru variantımız elə qalırdı yerdə A variantı. Diqqətli olun. Təyinat, ümumiyyətlə, alqoritmlərdə təyinatı tapmaq üçün ən doğru təyinatı ola bilər. İndi imtahanın müddətini nəzərə alaq. Hər şeyi bilirsən, amma bir, belə deyək də, diqqətsizliklə gözdən qaçırmış ola bilirsən bəzi əsas məqamları. Ona görə də yadda saxlayın ki, imtahanda ümumiyyətlə bu tiplər düşsə, təyinat nədir, ifadənin qiyməti nə olacaq, nə qiymət verim. Yəni, nə qiymət verib, alqoritmin təyinatın nə olduğunu müəyyənləmək çox rahat olacaq sizin üçün. 9-cu sual tapşırığı da çox rahat suallardandır. Deməli, bizə burada nə verir? X-la, deməli, X bərabərdir 3, Y bərabərdir 2, Z də bərabərdir 6. X, yəni 3 kiçikdirmi 2-dən? Xeyr. Yox, gəldim bura. Yox qolu ilə, yox. Onda mən nə edirəm? Z-i yoxlayıram. 6 böyüdümü 2-dən? Hə. Onda gəlirəm bu hissəyə. X bərabərdir X plus Y. X-in yeni qiyməti olacaq X plus Y 5. D-də bərabərdir X plus Z. D-də nə idi? Deyirəm, X nə oldu? Yeni X-in 5. Z də 6 idi. Deməli, D-nin yeni dəyəri oldu nə? 11. Doğru variantımız da sadə test nümunələrindəndir. A variantı 11 olmuş olacaq. Davam edək 10-cu sual tapşırığı ilə. 10-cu sualda belə bir sualdır. Sual nümunəmiz belədir. X-ə qiymət verib, Y-ə qiymət verir və icrasından sonra şərtin neçə dəfə yoxlandığı müəyyən edilir. Ümumiyyətlə, gəlin belə baxaq da buna. X bərabərdir mənfi 9. Y də bərabərdir 2. Birinci, X-in yeni qiyməti nə olacaq? Mənfi 7. Düzdürmü? Mənfi 7. Gəldi, şərti yoxladı. Mənfi 7 bərabərdirmi 2-dən? Böyük bərabərlik kiçik bərabərdirmi? Üzr istəyirəm. Hə. Bir dəfə dövr icra olundu. 1. Getdi ikinci dəfə. X-in mənfi 7-dir, Y-in 2-dir. Onda deməli, X-in yeni dəyəri olacaq nə? Mənfi 5, düzdürmü? Yenə də həmən çıxdı. Üçüncü dəfə icra eləyəcək. Mənfi 5-dir, çıxanda olacaq nə? Baxın, mənfi 5, 2. Belə götürək də. X bərabərdir mənfi 5, Y bərabərdir 2. Onda X-in yeni dəyəri oldu mənfi 3. Yenə də qalxdı yuxarı. 4-cü. X-im oldu mənfi 3, Y-im oldu 2. Yenə də ödəyirmi? Yəni, mənfi 3 kiçik bərabərdirmi 2-dən? Bəli. Yenə də davam edir. 5-ci dəfə. Deməli, mənfi X nəyə bərabər idi? Burada X bərabər idi. X plus Y. Yəni, mənfi 3 üstəgəl 2. X-im olur mənfi 1, Y-im olur 2. Yenə də şərti yoxlayırıq 6-cı dəfə. X kiçik bərabərdirmi? Burada şərti yoxladıq, ödədi daha doğrusu. İndi burada gəlir X bərabərdir mənfi 1. Mənfi 1, deməli, üstəgəl 2. X-im oldu 1. Y-im də oldu, deməli 2. Şərti yoxlayıram. X kiçik bərabərdirmi?
Y şərtindən hə. İndi baxın burada 7-ci dövrdə görün 7-ci də nə baş verəcək? X-in, daha doğrusu hə şərtindən sonra davam edirik. X ilə Y-in cəminə baxın bir dənə. X bərabərdir 1 üstəgəl 2. X-im oldu 3. Düzdürmü? İndi şərti yoxlayıram 7-ci dövrdə. X kiçik bərabərdirmi Y-dən? Yəni 3 kiçik bərabərdirmi 2-dən? Yox. Deməli, deyir ki, bizə şərt neçə dəfə yoxlanır? Şərtin yoxlandığı hal burada olur B variantı 6 dəfə yoxlanmış olur. 7-ci icra olunmur. 7-ci də doğru deyil. Əslində birincidən götürəndə belə deyək də 9 şərti ilə çıxışa giriş etsək, orada olur 6. Yəni birinci şərtdə. Üzərində yazaraq və yaxud da şərtləri bir dənə də bir məqam deyib. Bax, ödəndiyi halda, bax, bir dəfə ödəndi. Baxın, mən birinci, elə buradan bir də yazıram bunu. X-in qiyməti nədir? X bərabərdir mənfi 9, Y bərabərdir 2 dəyərində. Gəldim, yoxladım. X-in yeni qiyməti oldu mənfi 7. Ödəndi mi? Hə, həyə bir də xətt qoydum. X-in yeni dəyəri də bu. Gedirəm X-in yeni dəyərində. X mənfi 7-dir, bu mənfi 2-dir. Oldu X-in yeni dəyəri mənfi 5. Ödəndi mi? Hə. Mənfi 5-dir. Növbəti olacaq X mənfi 3. Ödəndi mi? Hə. Mənfi 3-dir. X-in növbəti olacaq mənfi 1. Ödəndi mi? Hə. X mənfi 3, mənfi 1-dirsə 2, 1. X bərabərdir 1. Gəldi, ödəndi mi? Bəli. Növbəti X 1-dirsə X bərabərdir. Deməli 1 üstə 2 oldu 3. X-in də üstünə Y də bərabərdir, daha doğrusu 2-yə. İndi şərt dövründə ödənmədi, daha doğrusu yoxlanmadı. Baxın, burada mən 7-dən götürdüm bayaq kimi. Ona görə də X-in birinci dəyərindən, bax, X 9-dur, Y budur. Cəmi verdiyi haldan yoxlayanda 6 dəfə şərt ödənmiş olur bu hissədən. Yəni, bunun özünü də qəbul edirik. Yəni, X-in aldığı ən birinci 1, 2, 3, 4, 5, 6-cı da artıq yoxlanır da, yəni 6-cıyı yoxlayır. Yəni, çünki bu son şərtlidir. Şərt öndə olsaydı, öndə, şərti öndən verib, sonra hesab blokuna geçsəydi, burada artıq plus bir qədər şərt davam etmiş olardı. Yəni, ona görə də şərti, prosesi icra edib şərtə uyğun yoxlayır. Prosesi icra edib şərtə uyğun yoxlayır. 11-ci test nümunəmiz alqoritm məsələnin həll prosesini sadə, addımların ardıcıllığı şəkildə ifadə etməsi hansı xassədir? Biz demişdik ki, əgər alqoritmin kiçik-kiçik addımlardan və yaxud da bir addım sona çatıb növbəti addım başlayırsa, bu alqoritmin diskretlik xassəsidir. Burada deyir ki, 12-ci sualda plus 5 vur 2. 3 ədədini 32 alınması üçün yerinə yetirilən komandalar ardıcılığını müəyyən edin. 3-dən, baxaq. 3 deyil, 32 almalıyıq. İndi baxaq. 3-ün dəyəri, bax, birinci A-nı bir-bir yoxlayırıq. Birinci əmrimiz nədir? 1. 1 nədir? Üstə gəl 5. 3-ün üstünə 5 gəlirəm. Olur nə? 8. Birinci ardıcılığım getdi. Üstünə yenə 5 gəlirəm. Çünki ikinci də 1-dir. Oldu nə? 13. Sonra 2. İkinci əmrim nədir? Vururam 2-yə. Nə verir? 26. Üstünə birinci əmri gəlirəm, yəni 5-i nə verir? 31. Deməli, doğru deyil. A doğru deyil. İkinciyi yoxlayıram. Bunun başqa ekstra qaydası varmı? Yox. İndi baxın. 3-ün üstünə 5 gəlirəm. Olur 8. Vururam 2-yə. 16. Üstünə 3 yox, 5 gəlirəm. Olur 21. 2 dəfə də 5 gəlirəm. Üstünə 5 gəlirəm. Bir də üstünə 5 gəlirəm. Bu da olur yenə 31. Deməli, bu da deyil. C-ni yoxlayırıq. 3-ü vururam 2-yə. 6. 6-ın üstünə 5 gəlirəm. 11. 11-i vururam 2-yə. 22. Vururam 2-yə. 44. Bu da deyil. D-ni yoxlayaq. 3-ü vururam 2-yə. 6. Üstünə 5 gəlirəm. 11. Vururam 2-yə. 22. Üstünə 5 gəlirəm. 27. Üstünə 5 gəlirəm. Yenə bir də 1 var burada. Birinci əmr 32. Deməli, doğru variantımız olur D variantı. Diqqətli olun. Alqoritmin müxtəlif ilkin qiymətləri giriş verilənlər üçün yararlı olmalıdır.
ilkin verilənlər üçün yararlı olmalıdır. Söhbət hansı xassədən, yəni alqoritmin hansı xassəsindən gedir? Təbii ki, kütləvili ilkin qiymətləri, giriş verilənləri. Giriş verilənlər üçün yararlı olmalıdır. Yəni, alqoritmin həllinə biz bayaq danışdıq. S bərabərdir V vur T. Giriş verilənlərin, bunlar. Mən alqoritmin ya da ilkin qiymətlərim, deyirəm sürəti, onda V-dir. Bu qədər zamanda, zaman T-dir. Yoxsa desəm ki, burada dəyişsəm, tezi VT kimi yox, başqa cür qrafik məsələ həlli kimi versəm, artıq orada düsturda verilənlər ilkin qiymət ödəməyəcək. Baxırıq 16-cı sual tapşırığımıza. 16-da da yenə deyir ki, n natural ədəd üçün blok sxemi təsvir olunub, verilmiş alqoritm fraqmentin təyinatı müəyyəndir. Bizdir ki, təyinatı müəyyənləməyin qaydası nədir? Bir dənə belə deyək də, ümumi yoxlayaq da belə. Bir gedişatdan görəcək. N-in 0 qiyməti. 0 kiçikdirmi? İndi baxın, bu şərt nə zamana qədər ödənəcək? 100-dən kiçik olana qədər. 100-dən kiçik oldu nə vaxt? 99. Düzdürmü? Və burada 99-dur. Amma bir dənə də məsələ var. N hər dəfə N-im 0-dır. Amma növbəti N-im 2-dir. Növbəti N-im 4-dür. Deməli, plus 2 variantı nəyi bildirir? Cüt olmağın. Deməli, tək olanlar hamısı gedir. Tək olanlar hamısı gedir. İlkin dəyərim var burada, cəm. Bu cəmi bildirir. Cəmin tapılması. Tək ədəddirsə getdi. Ümumi cəmin tapılması Y variantında burada bircə saniyə görə nədir yerdə? Ekranda görünmədi. Amma Y variantına kitabdan istifadə edək. 1-dən 98-ə qədər cüt ədədlərin cəmini. 98-ə qədər cüt ədədlərin cəmini. İndi baxın, burada bir dənə məsələ var. Əgər, diqqətli olun, i-nin və yaxud da n-in, nə bilim, ilkin dəyər qiymətində 0 vermişiksə, kiçik şərti olsa belə, baxın, burada məsələn verək 10-a qədər. Düzdür, 10-a qədər. Burada nə olacaq? 0-ı yoxladı, gəldi, düşdü, hə. 0-ı yoxladı, gəldi, düşdü, hə. 2-yi yoxlayacaq, 4-ü yoxlayacaq, 6-ı yoxlayacaq, 8-i yoxlayacaq. Bax, 18. 8-in üstünə 2 gələcək, gecə 10-u yoxlayacaq. Bax, 10. 10-u yoxlayacaq, amma 10-da yoxa çıxacaq. Yoxa çıxacaq. Amma nə etdi? Vəzifəsi nə oldu? 10-a qədər. Onun özünü də yoxlatdı da burada. 8-də dayanmadı ki. 8. Sonra getdi yenidən 10-u 2 vahid artırdı burada. 8 üstə gəl 2 oldu 10. Deməli, mənim doğru cavabım 1-dən 100-ə qədər üstə gəldi cüt ədədlərin cəmi. Cüt ədəd olduğunu buradan bildim. Cəm operatoru da S-dən. Burada doğru cavabımız olur A variantı. Diqqətli olun. Yəni, ümumi bəzi alqoritmlər var ki, onların hələ təyinatı, o deyir, üzünə baxanda bilinir ki, bu hansı təyinata mənsub alqoritmdir. Davam edirik növbəti sual nümunələri ilə. 13, deməli, burada 14-ümüz qalıb. 14, 17. Hamısı da görünür, əla. Deməli, 14-cü sual sadə suallardandır. Təbii ki, bu nəyi bildirir? Başlanğıc və sonu. 15-də yenə alqoritmi xassələri istəyir. Obyektivli informasiya xassəsidir. Kütləviliyə aiddir 2. Diskretliyə aiddir 3. Adekvatlıq alqoritmdir 5. Xətti də növüdür. Deməli, 2, 3, 5 A variantı doğru cavabımız olmuş olur. 17-ci sual. 17-ci sualda deyir ki, B-nin qiyməti nə olar? Əvvəlcə B dəyişəninin qiyməti icrasız nəticəsində B dəyişəninin qiyməti nə olar? Fikir verin bu tiplərə. Bax, diqqətli olaq. Bizim bir dənə A-mız var, 1-dir. Bir dənə də B-miz var, 1024-dir. Və bir dənə şərtimiz var. 1 kiçik bərabərdir 1024 şərti. Baxın, bu nə vaxt yox olacaq? O zaman dövrədən çıxacaq, B-nin qiymətini qaytaracaq bizə. Bu tip alqoritmlərdə artıq qiymət qoysuz, səhər açılar. Yəni, burada artıq qiymət məsələsindən kənardayıq. Mənim dövrlərimin sayı mütləq, baxın, bu testdən etibarən yadda saxlayırsınız, dövr sayı. Dövrlərin sayı məsələsi ilə işləyirik. Dövrün sayı naməlumdur. Hansısa bir dənə x. Dövr sayım nə oldu? X sayda. Təkrarla x-dir. Əgər mənim, baxın burada, əgər mənim dövrümün sayı x-dırsa, baxın, bir dəfə icra olundu. A nədir? 1-dir. 1 üstə gəl 2.
Nə baş verdi? 3 getdi. A-nın yeni qiyməti 3 üstəgəl 2. Yeni qiyməti 5 üstəgəl 2. Deməli, mənim dövr sayım, baxın, A bərabərdir. Buradan indi dövrlərin sayından yola çıxıb. A, A-nın qiyməti nədir? 1 üstəgəl 2 vurulsun dövr sayı qədər davam edəcək də bu x qədər. 2 vurulsun x qədər. A-nın dəyəri belə oldu. Onda mənim B-im nəyə bərabər olur bəs burada? B-də elə bax o B 1024-dür, düzdürmü? 1024 çıxılsın. 3. Amma bunun da yanında x dəfə dövrün sayın bilmirəm axı. Bu neçə dəfə icra olunacaq mən bilmirəm. Vurulsun x. İndi mən buradan bu bərabərsizlikdən belə götürək də. Burada bir bərabərsizlik yaratsam. Belə bir bərabərsizlik. Baxın, bura bölək. Yazdım. Nə? 1 plus 2x. 1 plus 2x. Mən yoxa çıxmaq üçün bir dənə mənim bu şərtimin yoxluğuna baxın. Baxın. A kiçik bərabərdir B. Bunun yox olması nə deməkdir? Yox. Yox şərtinə nə zaman çıxar? A böyükdür B olsa. Düzdürmü? Hədirsə buradan gedir, icra olunur. Amma yox olan kimi budur şərt. Deməli, mən bu şərti, burada yox şərtini dəyişib bərabərsizlik yaratsam, düzdür? Artıq burada dövr sayım da bəlli olar. Mənim bir qiymətim, B-min də qiyməti bəlli olar. Avtomatik çox şeyi tapmış olacaq. Bu tərəfə keçsə nə olur? 5x böyükdür 1023. X da böyükdür. İndi bunu böləndə 20 belə. 2 dəfə, ikisi gələndə aşağıya 0, 4, 36. 6 dəfə. Deməli, oldu 206, 204 tam onda 6. Mənim də 204 tam onda 6, deməli, 204 tam onda 6 qiyməti, yəni dövrün sayı, belə deyək də, 204 tam onda 6 dövr ola bilməz. Bu deməli 204-dən böyükdür. Deməli, x dövrəmin sayı 205-dir. X-mi tapdım mən elə. Mən x-mi tapdımsa, B-nin qiymətini gəlib burada tapa bilərəm də. Onda B nəyə bərabər olur? 1024 çıxılsın, 3 vurulsun 205. 205-i hardan tapdığımı bildik. Bunu vuranda bu ilir 615. 1024-dən də 615-i çıxsam, cavab verəcək mənə 409. 409 da burada B variantı. Bax, yenə deyirəm. Diqqətlə baxın, incəlin. Alqoritm ümumiyyətlə informatikanı beyində düşünərək yaza bilən şagirdin riyaziyyat biliyi olmalıdır. Riyaziyyat biliyi bərabərsizliyi olmalıdır. Baxın, mən bu şərtin inkarı, notun bilməsəm, harada bu çıxışa gedəcək? Mən bunu heç vaxt həll edə bilmərəm. Və indən belə dövrü tapıb rahat qaydada. Baxın, bizim nə qədər vaxta qənaət eləmiş olduq bu misal nümunəsində. İndən belə burada var. Bir neçə sual nümunəmiz var ki, bu tiplərdəndir və yaxşı oldu ki, qəbula da belə tiplər salındı. Həm bəzən abituriyentlər deyir, vaxtım çatmadı. Bu məsələyə də aydınlıq gətirək. Mütləq ki, əziz abituriyentlər, müəllimlərə də aiddir bu işə qəbulda. Çox vaxt özümüzün də rastlaşdığımız hallar olur burada ki, sual olur, mən 10 dəqiqə vaxtım aldı. 10 dəqiqə bir sual insanın vaxtını ala bilməz. Əgər alırsa, onun mütləq ki, başqa bir alternativ variantı var və biz onu bilmirik. Onu yadımızda saxlayaq. Deməli, burada deyir ki, n bərabərdir 10 olduqda alqoritmin icra nəticəsində dim ifadəsi neçə dəfə çap olunacaq? Yaxşı sualdır bu da. Baxaq. Bunu yoxlamalıyıq, bəli. N 10-dur. N-im oldu 10. A 3-dür. N-i yoxlayıram. Buradan yoxlayacağım. 10 böyükdür 0-dan. Hə. Bir dəfə çap elədim. Bax, çap elədikcə üstünə xətt qoyacağım. 1. Çap elədim. N-im indi nə oldu? N-im oldu 10 çıxılsın 3, 7. Qalxıram yuxarı 7. Böyüdü mü 0-dan? Hə. Dimi bir də çap elədim. N-imin yeni qiyməti oldu nə? 4. Qalxdım yuxarı, yenə yoxlayıram. 4 böyüdü mü 0-dan? Hə. Hə dedimsə bir də çap elədim. Gəldim düşdüm aşağıya. N-imin qiyməti oldu 1. Düzdürmü? Gəldim yoxladım. 1 böyüdü mü 0-dan? Hə. Bir də dimini çap elədim. N-im oldu nə? N bərabərdir. 1 çıx 3.
Bu da oldu -2. Enim oldu -2. Yox qolu ilə davam edir. Burada neçə dəfə oldu? Yadımızda saxlayaq buradakı dövrlərin sayı 4. 4 dəfə xəttlərdən bilir. Yoxdan çıxdım. Yoxa çıxan kimi dimi çap elədim. Bax, dimi çap elədim. Belə qoyacağım xətti. Bir dəfə çap elədim. Gəldim bura. Enim neçə idi? Enim -2 idi. Düzdürmü? -2. -2-dir. Enim olur. -2 üstə gəl 4. Bu da eləyir -2. -2. İndi yoxlayıram. 2 kiçik bərabərdirmi ondan? Hə. Hə desə qayıtdım bura. Bir dəfə dövrdə dimi çap elədim. Düşdüm aşağıya. Enim oldu 6. 6 kiçik bərabərdirmi ondan? Hə. Çıxdım həyə. Burada bir də çap elədim. Enim oldu 6 üstünə deməli çap elədim. 6 üstünə gəldim. 4 oldu 10. Şərtimi yoxlayıram. 10 kiçik bərabərdirmi ondan? Hə. Qalxdım yuxarı. Bir dəfə də dimi çap elədim. Düşdüm aşağıya. Enim oldu nə? 14. Şərtimi yoxladım. Nə oldu? 14 kiçik bərabərdirmi ondan? Xeyr, yox. Gəldim bura. Yoxa düşən kimi də bir dəfə burada dimi çap elədim. Burada neçə dəfə idi? 4 dəfə. Burada da bir dəfə. Məndə deyir ki, ümumi neçə dəfə dim sözü çap olunar, dim ifadəsi? Onlar 4, üstə 4, üstə 1 dəfə. Bu da olur 9 dəfə. A variantı doğru variant olmuş olur. Burada 21-ci suala baxaq. 19, 20 yəqin aşağı hissədədir, baxarıq ona. Heç bir addım buraxılmadan, 21-ci sualımız. Əgər heç bir addım buraxılmadan, təkrarlanmadan, bütün addımlar tam yazıldığı ardıcıllıqla yerinə yetirilirsə, söhbət gedir xətti alqoritm növündən. Biz demişdik, alqoritmin addımları yazıldığı ardıcıllıqla icra olunursa, bu növ hansı növdür? Xətti alqoritmin növünə aiddir. Müəyyən şərtdən asılıdırsa, təbii ki, bu dağlanar. Şərt təkrarlanmaları və yaxud da orada hansı hərəkətin təkrarlanması baş verirsə, bu da olur bizim budaqlanma dövrü alqoritm növümüzə aid. Bu da qəşəng sualdır, 19-cu sual. Bax, burada əsas məqam, bir dənə məqamımız var. Yadda saxlayırıq nəyi? Əgər, bax, diqqətlə qulaq asırıq. Amma bunu mütləq ədəd oxunda bilməliyik də. Bax, x-in kiçik bərabər halı var. Düzdürmü? -5-dən. Düzdür. Sonra -5-in özündən kiçik, x-in müsbət 1 qiymətinə qədər halı var. Baxın ha. Sonra x1-in özünü də alır. Bax, 1-in özünü alır. 1-in kiçikdir halın alır. Ah, şimdi bu niyə belə qələm getdi ora? Deməli, 1-in özünü alır. 1-in kiçikdir halın alır. Və x böyüdür 1 halında alır. Ümumən, biz bunu, bax, buradan bir dənə ədəd oxu çəksək. Bax, ədəd oxunda. Bir nöqtəsi, baxın, 1. Düzdürmü? 1, elə belə sadəsinə. 1-in, indi, x-in, istənilən x-in. 1-dən böyük qiyməti. Böyüdü 1. Yəni, 5 böyüdü mü? Deməli, bu hansıdır? Bizim dediyimiz hansı ki, müsbət şeydən bu forma, bu davam edir. Düzdürmü? Bu getdi. Sonra 1-in kiçik halı, yəni bu hal, bu hal. Bu kiçik halında ancaq mənfilər də, elə deyilmi? Mənfi 1-dən kiçik istənilən halda, baxın bu hal. Mənim bu bərabərsizlik halımı ödəyir də bunları. Bu niyə çəkirəm? Əgər ödənmədiyi hal olarsa, deməli, burada bir dənə qayda var. X dəyişəninin, x-in hər bir qiyməti üçün, x-in böyük qiyməti üçün var şərt bloku. Şərtdə yəni, şərt operatoru. Kiçik qiyməti üçün var, bərabər qiyməti üçün var. Deməli, əgər hər bir qiymət üçün nəzərdə tutulursa, x-in hər bir qiyməti üçün əməliyyat, yəni şərt əməliyyatı nəzərdə tutulursa, onda şərt blokunun sayı şərtlərin sayından bir əksik olacaq. Şərtlərin sayından bir əksik olacaq. 1, 2, 3, 4, 5. Onda burada neçə dənədir? Təbii ki, 4 dənə. Baxın, 1 şərt, 2 şərt, 3 şərt, 4 şərt, 5 şərt. 5 dənə şərtdən 5 çıxılsın 1 qaydasını əməlləyəcək. Yəni 4. İndi məsələn, hansısa biri olmasa, sual yaransa ki, burada birin olmamağı artıq şərt blokunda, amma hamısı verilərsə, hamısı verilməyəndə yenə də orada eyni bərabərlik gəlib çıxacaq. İndi bunu daha aydın belə deyək də, hansı ifadələrdə, indi vaxt qalsa videonun axırında da çəkərəm mən sizin üçün. Burada deməli, mən bura qeyd edəcəm.
Bir budaqlanan. Niyə yuxarıda da ona görə? İki dövrü nəyə aiddir? Onları uyğunlaşdıracaq. Üç də xətti. Xətti. İndi baxırıq. 20-ci sualda A variantı hansına aiddir? Təbii ki, budaqlanana və budaqlananın da keçmişik ki, hansı növünə aiddir bu? Budaqlanan alqoritmin hansı növüdür? Təbii ki, tam budaqlanan növ demək forması. Tam budaqlanan alqoritm formasına aiddir. İkinci deyərkən B variantındakı açıq-aşkar görünən bir şeydir. B dövrüdür. Yəni B görür ki, şərt davam edir. B oldu dövrü. 2-yə B. C-yə baxaq. C variantındakı natamam budaqlanandır. Deməli, AC oldu 1-ə. 1-ə AC. D-yə baxaq. D variantındakı bu son şərtlidir, bu ön şərtlidir. Deməli, B, bu D. Bu isə xəttidir. Doğru cavabımız olur 1-ə AC, 2-yə B-dir, 3-ə Y. Bu tapşırığı da bayaq yazmışdıq. 21-də xətti alqoritm olmuş oldu. Yazıldığı ardıcıllıqla icra olunursa, bu xətti alqoritm növünə aiddir. Burada səhvləməmiz bir sualımız qalır. Növbəti səhifəyə. 22-ci sual nümunəmiz. Yaxşı, sualdır. Ümumiyyətlə, alqoritmlər yazılmalı, həll tələb edən suallardır. Yenə də x-in qiymətləridir. Bizə deyir ki, y dəyişənin qiyməti nə olacaq? Dövrdür, dövr davam edir. Baxaq. X-in qiyməti burada nə olacaq? X-im olacaq birinci. Gələm yoxlayıram. X oldu 4. Y oldu 2. Düzdürmü? Gələm, x-la y-i cəmləyirəm 6. 6 böyüdür 0-dan, hə, qaydıram geri. İkinci. X-im olur nə? 5. Y-im olur 0. 5. Böyüdürmü 0-dan? Hə. Üçüncü dəfə. X-im olur nə? 6. Y-im olur mənfi 2. 2. Mənfi 2 ilə 6-ın, belə deyək də, 6 çıxılsın mənfi. Bir də saniyə, x çıxılsın dörü bu. Y çıxılsın. 2 çıxılsın 6, yəni müsbət 6. Burada olur 4. 0-dan xeyr. Gəlirəm, 4-cü dəfə icra edirəm. X-im olur nə? 7. Y-im olacaq mənfi 4. Düzdürmü? Mənfi 2, mənfi 4. Yenə yoxlayıram. Bunların ikisinin cəmi nə verir? Cəm yazaq buna. Cəmi olur 3. 3 böyüdümü 0-dan? Hə. 5-ci dəfə icra edirəm. X-im olur 8. Y-im olur mənfi 6. Bu verir bizə nəyi? 2. 2 böyüdümü? Hə. 6-cı dəfə icra edirəm. X-im olur 9. Y-im olur mənfi 8. Mənfi 8-dən mənfi 9. Daha doğrusu mənfi 8-dən deməli 1. Bunların cəmidir. X-la Y-in cəmi şərtdə. Cəmi. Bu da eləyir 1. 1 böyüdümü 0-dan? Hə. Davam edirik. X-im olur 10. Düzdürmü? Y-im olur Y-im olacaq bir dəqiqə. Deməli, X-la Y. 9 üstəgəl mənfi 8. Mənfi 8. Bir saniyə. Cəmi 1-dir bunların. 1, bunların cəmi. İndi burada bizə verəcək 9 ilə 8-in cəmi 1, 1-i yoxladıq, ödədik. Gəldik bura, x-i bir vahid artırdım. Y-i, bu hissə yadımdan çıxıb. Y-i mənfi 8, mənfi 2, mənə y verəcək mənfi 10. Mənfi 10 ilə 10 üstəgəl mənfi 10. Mənə nə verəcək? 0. Düzdürmü? 0. İndi gəlirəm 0 kiçikdirmi 0-dan yoxa düşürəm. Y-mi istəyir məndən. Y-i də tapdıq mənfi 10. Mənfi 10 qiyməti də Y variantı. Burada bir dənə insanın belə də yorğunluqdan gözündə qaçmalar olur burada. Amma diqqətli olun. Siz indi imtahan kompüter arxasında deyil, kağız üzərindədir, kağız qarşınızdadır. Çalışın yaza. Bizdən də sonuncu Y-in belə deyək qiymətini istəyir. Y-in də son qiyməti sonda olmuş olacaq mənfi 10 qiyməti. 23-cü test nümunəsi çox qəşəng test nümunəsidir. Bu testlərin, cavab variantların səhv eləməmiş, bir dəqiqə. Açıq sualdır, cavab variantları yoxdur, əladır.
Mən bunu belə saxlayıram. 23 və 25-ci sual tapşırıqları ilə davam edirik. Ümumiyyətlə, bax burada açar məqamlar deyəcəm. Qeyd edin əziz abituriyentlər. Əsas da siz. Alqoritmin yerinə yetirilməsi nəticəsində x dəyişəni 63 qiymətini alıb. Alqoritmi icra eləmişik, biz almışıq sonda 63. 63. Buna əsasən k dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini tap. Bu növ tapşırığı həll eləməkdən ötürü birinci növbədə biz tapmalıyıq dövrlərin sayını. Dövr, yəni bu dövr neçə dəfə baş verib? Dövr sayı mütləqdir. Dövr sayını tapmaq mütləqdir. Mütləq, qeyd edin, mütləq. Dövrün sayını necə tapırıq? 1. Dövrə deyək ki, x dəfə, x deməyə x x-dir, n dəfə elə şablonlaşdıraq, n dəfə. Dövr sayını bilmirəm, n dəfə icra edirəm bir əməliyyatı. Mən baxıram ki, n dəfə icra eləsəm, burada k-ya məsələn deyək, hansı qiymət kiçikdir, qiymət daxillədim, gəldim, yoxladım, hə, düşdüm aşağıya. Onda mənim, bax, burada dəyərlərim, baxaq görək nə alır. Buradan çıxa bilərəm də yola. X sonda 63 alıb. X-in son dəyəri verilib mənə. Mən amma bilmirəm ki, X burada neçə dəfə dövrilib ki, 63 alıb. Mən dövrümün sayını bilsəm, rahat tapa biləcəm. Mən dövrün sayını tapmaq üçün, baxın, X 3-dir, düzdürmü? Məsələn, bir də nümunə yazıram. X 3-dir, olacaq 3 üstə gəl 12. Düzdürmü? Qalxdı, burada dövr davam oldu. Sonra olacaq nə? X bərabər olacaq, elə bir bu, 3 üstə 12, üstə 12. Sonra olacaq üstə 12. Üstə 12. Nə baş verdi burada? Üstə 12. Üstə 12. Deməli, 12 vurulsun n dəfə. 12 vurulsun. 12 vurulsun. N dəfə vurmaq. N dəfə burada əmr icra olundu. İndi biz buradan x bərabərdir. X üstə gəl 12 vur n ifadəsində qiymətləri yerinə qoysuq. Onda olacaq 63 bərabərdir. X-in də qiyməti var da birinci. 3 üstə gəl 12 vurulsun n. 12 vurulsun n bərabərdir 60-a. N də bərabərdir 5-ə. Mən dövrümün sayını tapdım. Dövr nə qədər oldu? N oldu 5. Deməli, bu hərəkət bloku 5 dəfə icra olunub. 5 dəfə. Hardan tapdım? N-in qiymətindən. İndi bu 5 dəfə icra olunubsa, K-nın qiyməti necə dəyişir onda? K birincidə baxın, K dəyişəni. Birinci K-nın qiyməti nə olub? K plus 5 birinci. Sonra nə olub? Plus 5. Plus 5, plus 5, plus 5. Yəni 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə. Əmrin sayına uyğun. Elə mən bunu burada K bərabərdir. K plus 5 vur 5 yaza bilərəm də dövr sayına. Elə 25 də yaza bilərik. Onda gətirib burada K-nın qiymətini şərtin içində yerinə qoysam, onda nə olur? K üstə gəl 25 kiçikdir 100 şərtinin, baxın diqqətli olun bu məqamda. Mənim belə bir şərt blokum var, düzdürmü? Şərt blokum hə deyə gedirdi. Düzdür, kiçikdir. Kiçik olanda hə davam edirdi. Mənə deyə bilərsiniz də indi siz ki, bu yoxa çıxmaq üçün bunun inkarı nə olur? Yəni, bərabərsizlik halında K plus 25-in yəni yoxa çıxma şansı böyük bərabər 100-dür də. Elə bu bərabərlik 100 olsa, ən kiçik qiymət istəyir. Elə bu 75 qiymətində ən kiçik istəyir də bizdən. Ən kiçik 75 olanda burada və bu olur 100. 100-ü də ödədiyinə görə yoxa çıxır avtomatik. Bizdən soruşur ki, K dəyişənin daxil edilə biləcək ən kiçik natural ədəd neçədir? 75. Əziz abituriyentlər, diqqətli olun bu məsələlərdə. Dövr sayını tapmadan bəzən olur, bəli, bizim də olur ki, abituriyentlərimiz var. İndi yəqin ki, videonu izləyəndə görəcəklər. Müəllim, aşağıdan yuxarıya doğru mən tapa bilərəm də. Yaxşı, bugün 63 verib burada, sabah 490 verər. Neynəyəcəksən? Elə imtahan qutarana qədər sən bunu hesablayacaqsan burada. Deməli, ona görə həll variantı dövrün sayını tapmaq lazımdır olacaq. Yəni, dövr sayını tapmaq mütləq vacib şərtdir. Yəni, dövrün sayını tap, əmrləri yerinə qoy, ardıcıl icra et. Bitdi. Bu qədər rahat. Davam edirik 25-ci sual nümunəmizlə. Deyir, ilkin qiymət 14-dir, S dəyişənin qiyməti nə olacaq? İlkin 14-dir, bu rahatdır. Deməli, X-ın birinci. X bərabərdir 14. Baxaq, biraz amma diqqətli olaq. Videolarda bilirəm. Haradasa, bilməm, hansı testdə idi, sınavda yoxdur elə ki. Amma
Test izahlarında olur ki, bəzən səhvə yol verirəm. Sağ olun, şərhlərdə də qeyd edirsiniz. Olur, diqqətsizlik, ani diqqətsizliklər olur. Böyükdürmü 14 sıfırdan? Hə. Onda x-im nə olur? 11 çıxıram. 11 böyükdürmü 1-dən? Hə. İyim nə olur? İyim 1 idi, vururam 2, olur 2. S-im nə oldu? S-im də oldu. S nədir ilkin qiyməti? 0 üstə gəl. 2 vurulsun x. Deməli 22. S-imin də qiyməti oldu 22. Gedirəm ikinci dəfə dövrə. İndi x-im 11-dir. 11'dir. Böyüdü mü? Hə. X-in yeni qiyməti olur nə? 8. Aha. İ-nin də qiyməti olur. İndi 8 yenə yoxlayıram. İ-dən. İ neçə idi? 2. Hədir, gələm bura, i-ni vururam, 2 vururam 2-yə, oldu i-nin qiyməti 4. S-mi dəyişirəm, S-im 22 idi, olacaq 22 üstə gəl, 2 vurulsun x. X-min qiyməti neçə idi? 8. Deməli, 22 üstə gəl 16 olacaq 38. S-min yeni qiyməti oldu 38. Üçüncü dəfə, buradan yazaq, üçüncü dəfə dövrülürəm. X-im 8-dir. 8-i yoxlayıram. 8 böyüdür mü 0-dan? Hə. X-min yeni qiyməti olur 5. 5 i'dən. İyim neçə idi? İ 4'dür. 5 i'dən. Hə. Onda i'im neçə olur? 4'ü vururam 2'yə 8. S-im olur, dəyişir. 38 üstə gəl. 2 vur 2, yəni 48. 10 oldu da bu 48. Dördüncü dəfə icra, 5-ci 4, hə. Dördüncü dəfə icra edirəm. X-im 5'dir. Gələm yoxlayıram. Hə. X-imin yeni qiyməti olur nə? 5-dən 3 çıxıram 2. Düzdürmü? 2. İndi şərt yoxlayıram. Böyüdü mü 8-dən? Yox. Onda yox qoluna çıxan kimi i-nin qiyməti nə olur? i bərabərdir 10. Niyə? i üstə gəl 2. Amma s-im yenə də işləyir. 48 üstə gəl 4 olur 52. 52. Davam edirik. 5-ci dəfə. X-im 2-dir. X 2-dir. Qalxıram yuxarıda 2. Böyüdü mü 2-dən? Hə. Onda x bərabərdir. 2 çıxılsın. 3 olur mənfi 1. İndi burada yoxlayıram. Mənfi 1 böyüdü mü? İyim neçədir? 10-dan. Təbii ki, yoxdur yenə. İyim olur 12. Bu mənfi 1 idi. 12. S-im də bərabərdir. 52 üstə gəl. 2 vurulsun mənfi 1. 2 vurulsun mənfi 1. Bu da olur mənfi 2, 50. S-im olur 50. Düzdürmü? İndi buradan qalxıram yuxarıya. Baxıram. X-imin qiyməti neçə idi? Mənfi 1. Deyirəm, mənfi 1 böyüdü mü 0-dan? Yox. Gəlirəm, düşürəm aşağıya. Aşağıda da S-in qiymətini çap edirəm. S-im də nə oldu sonda? 50. Doğru cavabımız olacaq burada 50. Burada 75 qeyd edirəm. Yazarsınız. Videomu dayandırıb, yəni hissə-hissə baxıb nələr aydın olmasa, ümid edirəm ki, aydındır. Aydın olmasa yenə də şərhlərə qeyd edin. Mən hazıram şərhlərdə bunlar haqqında yenə video çəkməyə. 26-cı sual nümunəsi ilə və 24-26 belə deyək də, birinci saniyə ekranı aşağıya çəkək. Bunlar da açıq sualdır, yaxşı sualdır. Yenə də baxın, dövrdür. Amma birinci, 24-cü test nümunəmiz biraz daha rahatdır. Niyə? Dövrün sayı verilib. Deyir ki, dövr 4 dəfə icra olunur. P dəyişənin qiyməti 36-dır. N-in qiyməti neçə olar? Əla. Bizə P-nin qiymətini verir. 4 dəfə də icra olunur. Baxaq burada. Birinci dövrdən 1-dən başlayıram. P-nin K da N-ə bərabərdir. Burada bir dənə N bərabərliyi yaradıb. K N-ə bərabərdir. Bu şərti buradan qeyd edirəm. Şərt deməkdə buna mənimsətmişik. Dövrü də qeyd edirəm buradan ki, dövrün 4 dəfə baş verib. 4 dəfə. Bunu da bildik. İndi gəlirəm. Şərtim də budur ki, K böyük bərabərdir. 3 halında hə-lə düşüb icra edirəm hələ ki. 3 halında hədirsə, P-m nəyə bərabər olub? P bərabərdir, P sıfırdır. 0 üstə gəl K. K-nı da mənimsətdik yenə. P-m oldu nə? 0 üstə gəl N. K nəyə bərabər olub bəs onda? K-m da burada N çıx 2-dir. Düzdürmü?
Yəni K yoxdur da, yəni unutmuşuq, K-nı n kimi mənimsətmişik. İndi bu belə davam elədi. E, Davam edirəm. Bu birinci dövrüm. İkinci dövrdə yenə gəlirəm hə ilə düşmüşəmsə, onda P-m olub nə? 0 üstə gəl n, n. Düzdürmü? Üstə gəl K-nın yeni qiyməti. E minus 2. Düzdürmü? Və bu qiyməti gətirin burada üstünə gəlirəm də. Bu olur mənim P-im. Bəs K nəyə bərabər olur? M minus 2 idi. Minus 2. Buradan nə alıram? M minus 4. Davam edirəm. Üçüncü dövrümə baxın. Onda P-im nəyə bərabər olur? 0 üstə gəl M, üstə gəl M minus 2, üstə gəl M minus 4. Onda K nəyə bərabər olur? M minus deməli 4, 6. Düzdürmü? Dördüncü dəfə dövr, sonuncu dövrümdür. P-min qiyməti onda nə olub? P bərabərdir. 0 üstə gəl n, üstə gəl m minus 2, üstə gəl m minus 4, üstə gəl m minus 6. Düzdür P-nin qiyməti. K-nın da qiyməti olur m minus 8. M minus 8-də mən artıq dövrədən çıxıram. Burada. 4 dəfədir icra olunub da. Onda mən burada, bu P-nin qiymətini burada bir bərabərlik yaratsam, gəlin bərabərlik yaradaq. 1, 2, 3, 4. Düzdürmü? Yəni burada bir tənlik həll eləsəm, burada axı P-nin qiymətini verir 36. Bunu 36-ya bərabər eləsəm, onda olacaq 4n, buradan bölürəm bunu, minus, indi cəmləyək. 4, 2, 6, mənfi 6, mənfi 12 bərabərdir 36-ya. 4n bərabərdir, azalan 48-ə, n də bərabərdir 12-yə. Düzdürmü? N-in 12. Bizdən də deyir ki, n qiymətinin ümumi n-i soruşur, n də 12. Yəqin ki, aydın oldu. Bax, burada mənimsətməni aparın. Və bu dəyərlə bir də ilk növbədə dövr. Burada indi rahat idi, dövr verilmişdi. Dövr verilmişdisə də bu hissələri bir-bir diqqətlə yazmaqda fayda var. Hər bir dövrdə baş verən hərəkəti. Burada da yenə P dəyişəninə çapa veriləcək qiyməti 320 olması üçün N dəyişəninə daxil edilə biləcək ən böyük natural qiymət neçədir? Ən böyük natural qiymət. Deməli, biz deyirik ki, deməli, burada nə baş verir? Burada biraz həm diqqətli olmaq, həm də ki, burada birinci növbədə dövrün sayını tapın. Yenə də dövr sayı. Dövr sayına deyəcəm, burada n-dir deyə mən də x deyirəm. Dövr sayı olsun x. X oldu. Mənim, baxın bura. Gəlirəm, P-min ilkin qiyməti, baxın burada. Bizə P-ni çap edib də P dəyişən. Mən bunun qiymətin, buna uyğun dövr sayını necə bilim? Bir dəfə icra olunacaq P. Oldu P bərabərdir P vur 2. İkinci dəfə dövrə girəndə gələcək vur 2. Üçüncü dəfə dövrə girəndə vur 2, vur 2, vur 2. Bu nədir? 2 üstü n deyil. 2-nin öz-özünə vurulmağı. Məsələn, baxın 2 üstü 3 nədir? 2 vur 2 vur 2. Deməli, bu burada bilmirəm nə qədər. Dövrümün sayını tapmaq üçün mən P-dən yola çıxa bilərəm. Mənim axı P dəyişənimin qiymətini verib, yəni 320 bərabərdir. P vurulsun 2 üstü n. Mən P dəyişənimin də qiyməti var ilkin olaraq. Onda buradan alıram ki, 320 bərabərdir 5 vurulsun 2 üstü n-ə. Onda 2 üstü n-im nəyə bərabərdir? 64-ə. N-im oldu 6. Mən dövrümün sayını, üzr istəyirəm, n yazdım. Burada x yazaq, 2 üstü x kimi qarışdırmayasınız. X. X da nə idi? Dövrümün sayı. Dövrümün sayı nə oldu? 6. Dövr sayını tapdım 6. Necə tapdım? P-dən yola çıxıb. Əgər mənim, amma burada mənə deyir ki, n dəyişəninin qiyməti n istəyir. Mənim dövr sayım bəlli olandan sonra, baxın, n bərabərdir, n minus 8. Bir dəfə dövr oldu. İkinci dəfə nə olacaq? N minus 8. Bir dəfə də n minus 8. Bunun özündən. Yəni, buradan alınan məntiqi ardıcıllıq belədir ki, bu da elə n dəfə davam olunacaq da. N yox, yenə x kimi. X kimi götürsük bunu. Onda burada 6 dəfə dövr bəllidir. Dövrümün qiyməti bəllidir. N minus 8 vurulsun 6. Onda n-imin qiyməti çıxdı ortaya mənim üçün. N minus 48. Gətirib burada şərtin içində bunu versəm,
Yəni n minus 48 var. Böyük bərabər 50-də hə deyə getmisən. Yox olmaq üçün nağarmalısan bunun. Yox şərtində. Yox. N minus 48-in yox qolu nə olacaq? Kiçikdir. 50 olar da. Bərabərsizliyi həll eləsiniz. Nə alarsınız? Bərabərsizliyi həll eləsiniz. N bu tərəfə keçəndə olacaq. N kiçikdir 98. Mənə də deyir ki, ala bildiyi ən böyük qiymət. Burada ən böyük neçə ola bilər? N 97 olar da. Başlayalım. Çıxdı buradan bircə saniyə. N 97 olmuş olar. Doğru cavabım olacaq nə? N'in 97 qiyməti. 97 doğru cavabımız olacaq. Bir saniyə gələm buradan silmişəm. Deməli, 97. Bu da 26-cı test tapşırığın izahı. Mütləqdir nəyi tapasınız? Dövrün sayın. Bax, burada niyə qüvvət oldu? Çünki burada vurmadır. Vuracaq 2-yə, vuracaq 2-yə davam edəcək. Amma bilmirəm nə vaxta qədər. Ta ki, dövr icra edilənə qədər. Bu da 26-cı sual tapşırığımız. Davam edirik. Yəqin ki, bundan sonraki ancaq açıq suallardır. Açıq sualların həlli ilə. Burada ekranı təmizləyənə qədər vaxtda gedib bir saniyə. Deməli, ekranı çəkək aşağıya doğru. Yox, bu da sadə 27-ci sadə sualdır. Sadə, yəni bildiyimiz suallardandır. Deməli, veriləni daxil edir, xaric edir. Veriləni daxil edir, xaric edir nəticəni. Deməli, biri olacaq A və C. 2 şərtin yoxlanması D. 3-də də alqoritmin başlanğıcı sonu B ilə Y. Bu da sadə suallarımızdan biridir. O ekranı biraz da aşağıya çəkək. Əslində 28-i qura bilərik burada. 28-i quraq, o 20, bu neçənci sualdır? 27, 28, hə. 28-i biz burada quraq onda. Birazcı da belə yox, keçdi o şeydə ekranı. Yaxşı, bu hissədən quraq. 28-də belə bir alqoritmdir. Əslində DİM-in vəsaitində də var idi situasiya tipli sualların içində belə bir test nümunəsi və orada da deyirdi ki, əmrləri ardıcıl yerinə yetir. Sonra nə alınır və yaxud da ki, alınan nəticə ilə bağlı olan nələrisə bizdən soruşur. Mütləq şeyi biz alqoritm qururuqsa, bax, əziz abituriyentlər, mütləqdir başlanğıc və son olsun. Başlanğıc. Və mənə deyir A və B dəyişənlərini daxil edin. Bu səliqəsi yazdı qələmli içinsə. A ilə B-ni daxillədik. İndi biz bunu A ilə B-ni böyünə verib deyə. Bu da səhv kimi sayılması. Ümumiyyətlə, gözlüyüm bir də başlanğıcı da bu çox səliqəsi bir şey alındı. Səliqəli bir şey çəkək. Başlanğıc. A ilə B dəyişənlərini deyir daxillə. Daxil etmə blokum A, B. Sonra mənə deyir ki, əgər A, B-dən böyüdürsə, A böyüdürsə B-dən. Hədirsə, böyüdürsə deyir, onda üçüncü addıma, üçüncü addım nədir? Hə, burada üçüncü addıma. Onda deyir ki, üçüncü addım bu. A dəyişənin 10 vahid artır. A olacaq nə? A plus 10. Üçüncü addıma, əks halda 5-ci addıma. Bir dəqiqə. Bu hədir, onda bunun əks haldası olur burada. Yox. 5-ci addım. 5-ci addım deyir nə bizə? 5-ci addımda deyir A dəyişəninə B dəyişənin ikisini əlavə edib A-ya mənimsədir. Yaxşı. Deməli, A onda bərabər olacaq nəyə? B vurulsun 2-yə. Yaxşı. Daha sonra əks halda yazdıq 10 vahid. 5-ci addıma keçin. Yaxşı. B dəyişəninin qiymətini 3 dəfə artırın və ikinci addıma keçin. B dəyişəninin qiymətin, deməli, ikinci addım hansı idi? Şərtə. Deməli, B dəyişəninin qiyməti də burada artacaq. B bərabərdir. B vurulsun 3. Və deməli, 3 dəfə artır və ikinci addıma keç. İkinci addım şərt. Deməli, bunu buradan gətirim. Mən burada dövrə versəm.
dövr. Və sonda bizdən nə istəyir? A dəyişənin qiymətini çap elə, A-nın qiyməti və son. Son. Bu da bizim alqoritmimizin blok sxemi qurulmuş olacaq. Yəni alqoritm blok sxemi ilə bağlı olan test nümunəsi də indi bundan var. Yəni burada diqqətli olmaqda fayda var da. Sadəcə deyir ki, şərtdən asılı olaraq şərt blokunda nə icra olur? Bu şərt ödənirsə heç o biri şərti yoxla. Burada 29 və 30-cu suallarla biz davam edək. Bircə saniyə. Çıxdı. Bunlar da blok sxemin qurulmasına aid olan test nümunəsidir. Ekranı bir saniyə təmizləyək. Daxil edilmiş n sayda ədəddən müsbət olanların ədədi ortasın, amma mənfi olanların hasilini tapan müsbətlərin ədədi ortası mənfilərin hasilini tapsın. Düzdürmü? Əslində bunlardan da var. Bu hissədən başlayıram başlanğıc. Damalda yazanda biraz görünmür. Bunu başlanğıc kimi qəbul edin. Deməli, n sayda mənim nəyim var? N'im var. N'imi daxil edirəm. N sayda. Sonra ilkin dəyər kimi mən burada nə verməliyəm? N sayda müsbət ədədin ədədi ortasını, mənfi ədədin isə hasilini. Biraz bunu böyük blok sxemi götürəcəm hesab blokunda. Bunlara nələr lazımdır? Mən ədədi orta tapıramsa, ədədi orta, mütləq orada say var. Say. Say olsun S dəyişəni. 0. Sayır. Mütləq cəmləməlidir. Cəm. Əslində C dəyişəni yazaq buna qısa-qısa da. C dəyişəni. Cəmləməlidir ki, bölsün sayına. 0. Bir də var hasil. Sonra var hasil. Ay, hasil də H yazaq. Çünki blok sxemicə yerləşməyəcək sonra. Hasil də ilkin dəyər. Biz demişdik ki, hasil həmişə 1 olur. Eyni zamanda bizdə də deməli, n sayda ədədin ilkin başlanğıc kimi, ilkin dəyər kimi i-nin bir qiymətini verək. I bərabərdir 1. İndi mən bunu yazandan sonra bundan bəlkə nə qədər dimdə var. I-nin 1 verdiyim halda kiçik bərabər n şərtində əgər i-nin kiçik bərabər əgər bu yoxdur. Zaten yox oldu. Əgər bu ödənirsə, çünki deyir daxil edilən ixtiyari ədəddən söhbət gedir n sayda. 5 dənə ədəd, 15, 35, 45, məsələn deyirəm. Bizim mütləq burada bir dənə ədədimiz daxil edilməlidir. A ədəd. Daxil edilən ədəddən söhbət gedir. Daxil edilən bu ədəd. İndi burada bitdi. İndi bu ədədin özünün müsbət olmağı, yəni A-nın söhbət özündən gedir də. Bu şərt müsbət olduğu demək deyilmi? Müsbətdirsə, onda nə baş versin? Hədirsə. Cəmləsin. Deməli, cəm. C bərabərdir. C üstəgəl A. Düzdürmü? Cəmləsin. Eyni zamanda cəmləyəndən sonra saysın. Say üstəgəl 1. Düzdürmü? Saysın. Əgər yoxdursa, yox. Yox şərtində biz demişdik ki, bir dənə burada baxaq. A böyükdür 0. A kiçikdir 0. Bir də A bərabərdir 0 şərtləri var da. Əgər mən burada yox şərtim olsa, mütləqdir ki, burada bir də blok sxemi qurum və A kiçikdir 0. Mənfi olan halına baxın. A kiçikdir 0 halında burada zaten belə deyək də, yox qolunda heç nə icra olunmayacaq. Yəni bu 0-dır. Hə qolunda isə bizə deyirdi ki, deməli, mənfi olanların isə hasilini tapsın. Hasil bərabərdir, hasil vurulsun A-ya. Düzdürmü? Aha. İndi mənim bu blok sxemlərimi birləşdirsəm, bircə saniyə görə burada nə baş verir? Blok sxemlərimi birləşdirsəm və burada dövrümü də burada i vermişdim yuxarıda. I bərabərdir. I plus 1 verə bilərəm. I plus 1 dövrəsindən, bax buradan, dövrü blokla gedirəm, gəlirəm buradan dövrə girirəm. Düzdürmü? Dövrə girirəm. Hədirsə, buradan icra edirəm. A-nı daxilləm, A-nı yoxlayıram. A əgər cəmdir də, bu cıdır, yəqin ki, yazdınız. Cəmlədim, S üstünə 1 gəldim. H-dırsa,
H dedik hasil, uyğun qoyduqda saydır, cəmdir, hasildir. İyi də ki, dəyərim deyil üçün birdən. İndi hər dəfə bir vahid artırıram, götürürəm. Əgər yoxdursa nə etsin? Yoxdursa, nə etsin? Belə bir şey yazsın. Ədədi ortağı tapsın. Onda belə deyək. Ədədi orta bərabərdir. Nəyə? Cəmin saya bölünməsinə və buradan da bizi üçün sonda nəyi çıxartsın? Çap, çap blokunda da yaza bilərsiniz bu əziz abituriyentlər. Biri hasildir, biri ortadır. Biri ədədi ortadır, biri də hasildir. Bunları da çap eləsin, mənim üçün çıxartsın. Ədədi ortadırsa bunu tapacaq, yoxdursa bunu. Hər iki qiyməti istəyirəm də bir sözlə. Bu da olur 29-cu sualımızın izahı. Növbəti 30-cu sual. 30-cu sual həm məntiqlidir, həm də biraz yaxşıdır. Samballı sualdır, belə deyil. Yenə başlanğıc. Biraz damalda yazanda amma biraz şey olur. Başlanğıc. Neyse. Daxil edirəm. Mənim x ədədim var, n natural ədədim, x ədədi və n ədədi. Daxil edəndə oxudum şərti. Mənə nə verilib? X-la n. Düzdür, bunlar verilib. Sonra mənə s verilib. S-in dəyəri nədir? Hesab blokunda. Bu biraz mən bilmirəm siz belə çəkişdiyorsunuz. Amma kitabda baxıram ki, s ayrı verir, i-ni ayrı verir, amma bir-birincində də verə bilərsiniz. S-ə verirəm 0. Əla. Bax, burada bir də məqam var. Bax, bu. Bir dəfə müsbət olur, bir dəfə mənfi olur. Bir dəfə müsbət olur, burada demək mənfi olur, bir dəfə müsbət olur, bir dəfə mənfi olur. Bunun dəyərini tənzimləyən olsun k. K bərabərdir -1. Bəzən onu -1 kimi yox. Ümumidən verirlər. Bircə saniyə. Nəzarət qal. Bir saniyə abatdırıb baxaq. Nəzarət qalmış, ondan məhv oldu. Aha. Nəzarət qalmış ölüb. Deməli. Burada bəzi hallarda qələmi tapsıq, hə. Mənfi k kimi, bəzi hallarda da -1-ə vurmaq kimi də verir bunu. -1, -1 üçüncü qüvvətdən, məsələn, mənfi olur, cüt qüvvətlərdə isə müsbətə bərabər olur. Ya o formada da verir. Belə də mən -1-i daha üstün bilirəm və ümid edirəm ki, bu rahat olur. Bir dəfə mənfidir, bir dəfə müsbət. Buradaymış, qələmimizi axtarırdım. Aha. K-nı verdim -1. Və yenə i-nin başlanğıc qiymətini verək. 1. Bir dənə də bizim burada i-dən başqa x-a bərabər a dəyişənimiz. Belə də a verək, a ədədi bərabər olsun. Əslində bunu gəlin başqa olsun bunun içində heç olmaz. X-a bərabər x a ədədində belə deyil. X-a bərabərlik. Onda bizim burada nə yaranır? Şərtimiz. I yenə də kiçik bərabərdirmi n-ə? I kiçik bərabərdirmi n-ə? Əgər hədirsə, hədə olan şərtim nədir? Bir dənə baxın. Belə qələm yazdım. Hədə olan şərtim nədir? Baxın. S bərabərdir. S-im nə idi? 0 idi. Düzdürmü? S bərabərdir. S üstəgəl. Biz dedik ki, A ədədin x-a bərabərilik. A vurulsun K. Baxın, A vurulsun K. A vur K. Aşağıda isə i 1-dir. Fikir verin. i 1-dir. i-ni hər dəfə plus 1 eləmişəm. Bax, i 2-dir, 3-dir. Baxın, fikir verirsiniz, 4-dir. i-ni bir vahid artırıram və onu vururam nəyə? 2i-yə. Bax. 2 vurdum 2-yə. 2. İndi i-nin vahidi 2-dir. i-nin qiyməti 2 idi. Düzdür, birincidə 2 oldu. İndi ikincidə i 2-dir, vurdun 2 olacaq 4. Aydındır. Burada vurmanı ulduzla da yaza bilərik, belə də yaza bilərik. Və bununla iş qurtarmır hələ. Buradan da yenə hesab blokunda A bərabərdir, A dəyişəni. A vur x vur x. Şimdi mən burada bu hissədən alqoritmini davam elətdirəcəm. Əslində bircə saat.
verməyəcək də elə. Yəqin ki, alqoritm bu hissədən, bax, buradan oxunu çəkirəm, bax, bu oxu. Gətirirəm oxu, buradan davam elətdirirəm, bax, buradan. Bax, o alqoritmin davamıdır. Sanki indi şərtdə də göstərəcəm sizə. Deməli, burada nə baş verir? K-nı hər dəfə K bərabərdir mənfi K-ya gətirirəm. Eyni zamanda da i-ni də məcburam ki, mən i bərabərdir i plus 1 şərti ilə davam elətdirim. Bu şərtimi aparıram, gəlirəm, bax, bu şərtimi elə bir buradan, gəlirəm buradan bura qədər, yenidən dövrə salıram. Əgər hərdirsə bunu icra eləsin, yox olanda nə baş versin, yoxdursa S-i çap etsin. Və son. Deməli, buradakı şərtim nə oldu? I kiçik bərabərdir N-dən. Bu şərtin əksi olanda S çapa getsin. Deməli, çox yaxşı suallardandır. Bu 30-cu sual baxanda bilirdim ki, yaxşı samballı sualdır. Amma həmişə dəyişənin qiymətlərinə yola çıxıb i-yə, N-ə. Biz artıq yetəri qədər buradan məlumat duyuyoruz. Ona görə də bunları əminəm ki, daha rahat, daha qəbula qədər çalışacağım. Vaxt tapdıqca, həqiqətən bu aralar vaxtsızlıqdan əziyyət çəkdiyimiz üçün çalışıb videoları yerləşdirə bilmirəm. Amma qəbula qədər çalışacağım açıq suallardan, istər alqoritmlərdən, istər Python suallarından sizə faydam olacaq videolar çəkim və siz də onları həm baxasınız, anlayasınız. Əgər nələr anlaşıqlı olmazsa, şərhlər bölməsində yazın, videoları paylaşmağı unutmayın. Paylaşın ki, daha çox insana, daha çox abituriyentə, daha çox müəllimə faydamız olsun. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti sınavda görüşənədək.